Şeyx Səfiyyəddin İshaq Azərbaycanın Ərdəbil şəhərində dünyaya gəlib. Gənclik illəri tanınmış bir şeyxin yanında mürid olmaq üçün səyahətlərdə keçib və Şeyx Zahid Gilaninin təriqətinə meyl edir və onun müridlərindən biri olur. Qısa müddətdə Şeyx Zahid Gilaninin etibarını qazanan Səfiyyəddin əvvəlcə onun qızı ilə evlənir. 1301-ci ildə Gilaninin ölümündən sonra onun yerinə keçir. Şeyx Səfiyyəddinin milli mənsubiyyəti ilə bağlı müxtəlif fərziyyələr söylənsə də, əsas 4 fərqli fikir var. Bunlar onun türk, Kürd, Fars və Həzrət Əlinin soyundan olduğu fərziyyələrdir. Həzrət Əlinin soyundan gəlməsi ilə bağlı olan fərziyyə ən zəif fərziyyədir. Bu fərziyyənin təriqətin yayılmasında müsbət rol oynayacağı üçün uydurulduğu təxmin edilir. Onun və soyundan gələn insanların Azərbaycan türkçəsində danışdığı isə tarixi qaynaqlarda öz əksini tapıb. Bu da Şeyx Səfiyyəddinin Azərbaycan türkü olduğunu göstərir. Şeyx Səfiyyəddin təriqətin lideri olduqdan sonra Səfəviyyə təriqəti bölgədə sürətlə yayılmağa başlayır. Şərqi Anadoluda tərəfdarlarının sayı durmadan artır. Monqolların, Teymurilərin hakimiyyəti illərində təriqət öz nüfuzunu qoruyub saxlaya bilir. 1447-ci ildə Şeyx Cüneydin təriqətin rəhbəri təyin edilməsi ilə təriqət artıq siyasi güc halına gəlməyə başlayır. Səfəvilərin sürətlə güclənməsi Qaraqoyunlu hökmdarı Cahan Şahı narahat etməyə başlayır. O Şeyx Cüneydi təriqətin rəhbərliyindən uzaqlaşdırır və yerinə onun əmsi Cəfəri gətirir. Bu vəziyyətlə barışmaq istəməyən Şeyx Cüneyd özünə tərəfdar toplamaq üçün Anadoluya gedir. Lakin o istədiyi dəstəyi ala bilmir. Bundan sonra özünü Həzrət Əlinin soyundan gəldiyini iddia edərək kiçik türkmən bəyliklərinin ərazilərində fəaliyyətə başlayır. Bu bəyliklər iqtisadi cəhətdən çətin vəziyyətdə olan ərazilərdə yerləşirdilər və onlara yol göstərəcək bir liderə ehtiyacları var idi. Şeyx Cüneyd bundan məharətlə istifadə edir. Sünni inancına sahib olsa da Həzrət Əlinin soyundan gəldiyini iddia edir və Şiə inancını mənimsəyir. Qısa zamanda ətrafında xeyli sayda tərəfdar toplayır. Bu Səfəvilər üçün bir dönüm nöqtəsi idi. Hərbi cəhətdən də güclənən Cüneyd Trabzon Rum İmperatorluğuna hücum edir. Şəhəri ala bilmir. Osmanlıların əraziyə ordu göndərməsindən sonra isə Diyarbakıra tərəf yönəlir. Şeyx Cüneydin güclənməsi Ağqoyunlu Uzun Həsəndə diqqətindən yayınmamışdı. Onun Qaraqoyunlularla arasında problem olduğunu bildiyi üçün Cüneydi saraya dəvət edir. Bacısı Xədicə bəyimi Şeyx Cüneydə ərə verir. Şeyx Cüneyd 1460-cı ildə Dərbəndə hücum edir. Bu zaman Qaraqoyunlu Şirvanşah birləşmiş qüvvələri onun önünü kəsir. Baş verən döyüşdə Şeyx Cüneyd öldürülür. Cüneydin ölümündən sonra onun Xədicə bəyimdən olan oğlu Şeyx Heydər dayısı Uzun Həsənin köməkliyi ilə təriqət lideri olur. 1469-cu ildə Uzun Həsən Qaraqoyunlu dövlətinin varlığına son qoyaraq Ağqoyunlu dövlətinin əsasını qoyur. Şeyx Heydəri Trabzon imperatorunun qızından olan qızı Aləmşah bəyim ilə evləndirir. Şeyx Heydər tərəfdarlarının sayı gündən-gün artır. Anadoludan insanlar Ərdəbilə axın edirlər. Səfəvilər bölgədə böyük bir siyasi güc halına gəlmişdi. Şeyx Heydər tərəfdarlarına 12 künclü qırmızı başlıq qoyduraraq onları digər türkmənlərdən ayırdı. Beləliklə Səfəvilər həm də Qızılbaşlar adlanmağa başladılar. Dərbəndə axınlar edən, ard-arda uğurlar qazanan Şeyx Heydərin tərəfdarları artmaqda davam edirdi. Anadoluda çətinliklə yaşayan türkmən obaları Ərdəbilə axın edirdilər. Şeyx Heydərin bu qədər güclənməsi Ağqoyunlu hökmdarı Yaqubu narahat edirdi. Dini təriqətlərin gücündən faydalanmağın bir qarşılığı var idi. Səfəvilər artıq Ağqoyunlular üçün bölgədə ciddi təhlükə və rəqib idilər. 1488-ci ildə Şeyx Heydər Şamaxıya hücum edir, şəhərə ələ keçirir. Şirvanşah Fərrux Yasar canını güclə xilas edir və Sultan Yaqubdan kömək istəyir. Ağqoyunlu Şirvanşah birləşmiş qoşunları Tabasaran yaxınlığında baş verən döyüşdə Qızılbaşları məğlub edirlər. Şeyx Heydər döyüşdə öldürülür. Şeyx Heydərin ölümündən sonra Qızılbaşlar onun oğlanları Sultan Əli, İbrahim və İsmailin ətrafında birləşməyə başlayır. Bundan narahat olan Sultan Yaqub bacısı və oğlanlarını Şirazda bir qalaya həbs edir. 1490-cı ildə Sultan Yaqub ölür. Ağqoyunlu şahzadələr arasında taxt mübarizəsi başlayır. 1492-ci ildə taxta oturan Sultan Rüstəm bir nömrəli rəqibi Baysunquru məğlub etmək üçün Qızılbaşlardan istifadə etmək qərarına gəlir və Aləmşah bəyim və oğlanlarını həbsdən azad edir. Böyük oğlu Sultan Əli isə təriqətin lideri təyin edilir. Rüstəm Qızılbaşları Baysunqurun üzərinə göndərir. Sultan Əli onu məğlub edir. Bundan sonra Rüstəm Şah Sultan Əlini Ərdəbildəki hakimiyyətini tanımaq məcburiyyətində qalır. Rüstəm Şah Səfəvlərin hakimiyyəti üçün təhlükə olduğunu ən başından bilirdi. Onlardan istifadə edərək hakimiyyətini möhkəmləndirmişdi və artıq Qızılbaşlardan xilas olmaq lazım idi. Bunun üçün Sultan Əlini saraya dəvət edir. Əsl məqsədi onu sarayda həbs edib öldürmək idi. Rüstəmin niyyətini başa düşən Sultan Əli qardaşları ilə birgə saraydan qaçır. Rüstəm Şah onların ardınca ordu göndərir.
Vəziyyətin fərqində olan Sultanəli kiçik qardaşı İsmaili öz yerinə varis təyin edərək Ağqoyunlu ordusu ilə döyüşə girir və İsmailin qaçmasına şərait yaradır. Qızılbaşlar məğlub olur, Sultanəli öldürülür. Ağqoyunlular Ərdəbilə daxil olub İsmaili axtarmağa başlayırlar. Ev axtarmaqlarına baxmayaraq 7 yaşlı İsmaili tapa bilmirlər. Gilana qaçırılan İsmail daha sonra Mirzə Əli tərəfindən Laicahanda himayə edilir. Rüstəm Şah İsmailin yerini öyrənsə də, Gödə Əhmədin Osmanlıların dəstəyi ilə Təbrizə hücum etməsi və hakimiyyət ələ keçirilməsi və 6 ay sonra onun ölümü ilə baş verən taxt mübarizəsi İsmaili xilas edir. Baş verən bu hadisələr 12 yaşlı İsmailin tarix səhnəsinə çıxmasına şərait yaradır. 1499-cu ildə 7 nəfərlə Gilandan ayrılan İsmail Ərdəbilə gəlir. Burada fəaliyyət göstərə bilməyəcəyini görən İsmail Ərzincana gelir. Şeyxlərin hərəkətə keçdiyini eşidən Qızılbaşlar Ərzincana axışır. Qısa müddətdə İsmail 15 min nəfərlik bir tərəfdar qrupu qurur. Osmanlı Sultanı 2. Bəyazıdə məktub yazaraq Osmanlı ərazisindəki tərəfdarlarının Ərzincana gəlməsinə icazə verməsini istəyir. Bununla da Səfəvilərlə Osmanlılar arasında ilk mənfəət qarşıdurması başlayır. Çünki Anadolu Qızılbaşlar üçün olduğu kimi Osmanlılar üçün də insan qaynağı idi. Osmanlı tabeliyində olmayan bir çox türkmənlər Şeyx İsmailin çağırışına qoşuldular. İsmailin ən böyük üstünlüyü isə dini kimliyi, bir təriqət lideri olması idi. O xalq tərəfindən adi bir sərkərdə kimi tanınmırdı. Ona dini lider, şeyx, xilaskar gözü ilə baxırdılar. İsmail ilk olaraq atası və babasının intiqamını almaq üçün Şirvana yürüş edir. 1500-cü ildə baş verən Çobanlı döyüşündə İsmail qalib gəlir. Şirvanşah Fərrux Yasar öldürülür. Növbəti hədəfin özü olduğunu başa düşən Ağqoyunlu Əlvənd Mirzə 30 minlik ordu ilə Təbrizdən ayrılır. Şərur yaxınlığında İsmailin ordusu ilə qarşı-qarşıya gəlir. İsmailin 8 minlik ordusu Ağqoyunluları məğlub edir. Əlvənd Mirzə Diyarbakıra qaçır. Beləcə Təbriz yolu gənc İsmailə açılır. Beləliklə uzun bir macəranın sonunda Səfəvi dövləti qurulur.